Yoldaşlar, hər vaxtınız xeyir olsun. 6 noyabr imtahanına hazırlaşan dövlət qulluqçusu olmaq istəyən müdavimlərimiz üçün kursumuzda təşkil etdiyimiz sınağın informatika suallarının izahına baxırsınız. Sizlərə tövsiyəm bu həftə ərzində paylaşdığım bütün videolara baxmağınızdır. İmtahana hazırlıq üçün ideal videolar yerləşdirmişəm. Sentyabr və oktyabr imtahanlarında olan bütün məntiq informatika suallarının izah videosu ilə tanış ola bilərsiniz səhifəmizdə. Bundan əvvəlki videolar və bundan sonraki videolarda da bu davam edəcək. Və həmçinin bir neçə yeni spesifik sual tipi yaranıb. Onların da izahını dinləməyinizi tövsiyə edirəm. Buyurun başlayaq. Deyir, şəhərin mərkəzi küçələrinin birində avtomobilinizi parkingdə saxlayırsınız. Parklanma yerində parklanma haqqı QR kod skan et yazılı kağız yapışdırılıb. QR kodu skan etdikdə ödəniş səhifəsinə yönləndirilirsiniz. Bu səhifədə isə sizdən kart məlumatları tələb olunur. Bu situasiyada hansı yeni hücum növü ilə qarşılaşa bilərsiniz? Ən azından sualın özündə qeyd olunub ki, hansı yeni hücum növü ilə qarşılaşa bilərsiniz? Deməli, belə bir hücum növü yoxdur. Sadəcə məntiqlə biz bunu hansı hücuma oxşatmalıyıq? Adı yazıb normal ödəniş sistemidir və kart məlumatlarınızı daxil edin. Təbii ki, absurddur. Əgər belə deyək də QR kod belə deyək varsa, bu panelin üstündə olmalıdır, düzdürmü? Bax, burada bir yerdə olmalıdır. Niyə onun üstünə kimsə vərəq yapışdırsın və desin ki, buradakı QR kodu istifadə elə? Deməli, bu nəsə bir təhlükə növüdür. Digər variantda oxuyaq. C-də deyir ki, QR kod viruslu olmur, təhlükəsizdir. Niyə olmasın? Ola bilər. Yalnız kredit kartı deyil, debet kartı ilə ödəməliyəm. Xeyr, belə bir anlayış yoxdur. Elə bir təhlükə varmı ki, məsələn, tutaq ki, ona kredit kartı yoluxa bilməsin və yaxud debet yoluxsun ya da əksinə. Qeyd olunan situasiya güc tətbiq hücumlarıdır. Xeyr, güc tətbiq bilirsiniz ki, parolların qırılmasına əsaslanır. Burada paroldan söhbət belə gedə bilməz. Bu QR kod phishing hücum növüdür. Phishing adı ilə adlandırmış ola bilərik bunu. Rəsmi parklanma xidmətinin mobil tətbiqi və saytı ilə müqayisə etməliyik. Şübhələniriksə ödəmə etməməliyik. Yoldaşlar, qısacası QR kod phishing adında bir şey yoxdur. Amma SMS phishing var, buna smishing deyirik. Voice phishing var, səsli belə deyim, aldatma, buna phishing deyirik. Bu da QR kodla bağlı bir phishing növüdür deyə buna da phishing deyərək belə bir bənzətmə eləmişik və yeni hücum növü kimi daxil etmişik. Və situasiya xarakterli suallar adətən bu tipdə olur. Növbəti sualımız Windows 11-də Snap Layout funksiyası haqqında hansı doğrudur, nəyi daxil etmək lazımdır? Snap Layout Windows 11-in yenilənmiş funksiyalarından biridir. Biz əgər Restore və yaxud Maximize düymələrinin üstünə mausu gətiriksə, onların pəncərənin yerləşdirilməsi üçün mövqelər açılır və bu mövqelerin birində pəncərəni yerləşdirə bilirik. Bu da pəncərənin maksimallaşdırma və köhnə vəziyyətə qaytar düymələri üzərində aktivləşən bir əmrdir. 58-ci sualda deyir ki, aşağıdakı proqramlardan hansı servis proqram təminatından daxil deyil? Yoldaşlar, servis proqram təminatı xidməti proqramlar, yəni qulluqçulardır. Onlar sistemin işini gücləndirirlər. Təbii ki, Visual Basic-ə biz servis proqramı deyə bilmərik. Çünki o, instrumental proqram təminatıdır. Yoldaşlar, PowerPoint-ə aid bir sual qeyd olunub. Deyir, rehearse timing hansı funksiyanı yerinə yetirir? Gəlin bunu sizə əyani şəkildə göstərim. Rehearse timing nədir? Ümumiyyətlə, mövzuları öyrənmək üçün özünüz də hətta nəzəriyyələrə ehtiyac duymadan belə araşdıra bilərsiniz. Məsələn, tutaq ki, siz İngilis dilini yaxşı bilirsiniz. Baxın, rehearse timingin üstündə mausu gətirib əlinizi saxladıqda orada kiçik pəncərə açılır. Görün nə yazıb? Practice makes perfect. Start the full screen slideshow to figure out the perfect timing for each slide. As you rehearse your presentation, PowerPoint will record your how much time you spend on each slide. Deyir, əgər sən bu rejimdən istifadə eləsən, daha gözəl bir praktik eləmiş olarsan, daha yüksək səviyyədə bir praktik eləmiş olarsan. Deyir, bütün ekran boyunca açılan slaydlarda
hər slaydı neçə dəqiqə danışacağını öyrənə bilər və bunu rekord edə bilərsən. Yəni qısacası rehearse timing məşq etmək üçündür. Slide show zamanı hansı müddətdə ekranda qalacağını filan bilmək üçün biz gərək göstərilmə müddətini sınaqdan keçirək, yəni məşq edək və onların hər bir slaydın neçə dəqiqə əsasını danışacağımızı öncədən bilək. Digər variantlar, uyğun olmayan variantlar da ona görə birbaşa cavabı seçdim. Keçirik 60-cı suala. Sual, sonuncu imtahanların birində də istifadə olunmuş modelə uyğundur. Deyir, kompüter sözünün M və P hərfləri arasında klaviaturanın, belə deyim, daha doğrusu kursor deyir. Kompüter sözünün M və P hərfləri arasındadır. Gəlin bunu da əyani şəkildə göstərim sizə. Baxın, yazıram. Kompüter. M və P-nın arasındadır. Görək nə seçilir? Deyir, hər bir düyməni nömrələyib. Deyir, bunları ardıcıl bas. 2, 3, 6. Deməli, 2 sola basır. Düyməni sola keçirdir. 2 verin. 1 vahid sola keçəcək indi. Oldu 10 amının arasında. Sonra deyir, 3'ü sıxın. 3 backspace'dir. Bilirsiniz ki, backspace silir. Hara doğru? Sola doğru. Daha sonra altını, yəni D hərfini basın. D hərfində basılanda nə olacaq? Orada D hərfi yazılacaq. Sonra deyir, daha sonra 2 dəfə 1'i. Bir də neyinir? Sağ düymədə sağa keçəcək. 2 dəfə basırıq. 1, 2. Keçir P ilə onun arasına. Sonra 4'ü, sonra 5'i. 4 delete'di, 5 də S. Delete'i basıram. Sağa doğru silir. Sonra da S'i sıxıram. Avtomatik K, D, M, P, ster sözü əmələ gəlir. K, D, M, P, ster. Cavab C variantı. Bunu əyani şəkildə özünüz də yazaraq, sola sağa keçərək, silərək icra edə bilərsiniz. Mən yaxşı başa düşəsiniz deyə kompüterdə göstərdim. Bir şirkət aşağıdakı şəbəkə infrastrukturuna malikdir. Bakı ofisində 50 kompüter bir-birlə birləşdirilir və yerli fayl serverində istifadə edir. Şirkətin Gəncə və Sumqayıtda da eyni strukturları var. Bütün ofislər bir-birlə əlaqə saxlayır, eyni elektron poçt sistemindən istifadə edir, məlumatlar ortaq serverdə saxlanır. İnternet üzərindən VPN texnologiyası ilə həyata keçirilir əlaqə. Bu şəbəkə quruluşu ən geniş və ən doğru şəkildə necə təsvir olunur? Yoldaşlar, Bakı ofisində 50 kompüter lokal şəbəkədir. Gəncədə 50 kompüter lokaldır. Sumqayıtda 50 kompüter lokaldır. Amma bu üç şəhər arasında bir-biri ilə mübadilə də mövcudsa, bu lokal şəbəkələrin qlobal şəbəkə üzərindən birləşməsidir. Bu şəbəkələrin birləşməsi üçün də şlüzdən istifadə olunur. Hansı yaddaş növü məlumatı enerjiyə ehtiyac olmadan? Bax, bu cümlə bəs edir. RAM enerjiyə ehtiyac duyur, registr duyur, RAM və cache də enerjiyə ehtiyac duyur. HDD isə enerjidən asılı deyil. Enerjiyə ehtiyac olmadan məlumatları saxlayan HDD-dir. Ümumiyyətlə bilirsiniz də, bütün xarici yaddaş qurğuları elektrik enerjisindən asılı deyil. Şəkildə verilmiş lent qrupu hansı lent tabına məxsusdur? Lent qrupu olaraq illustration verilib. Illustration insert lent tabına məxsusdur. Aşağıdakı siyahıdan mümkün fayl adlarını seçin. Bilməlisiniz ki, slashlər, böyük və kiçik, dırnaq, ulduz və sual. Bunlar həmçində qoşu nöqtə. Qadağan olmuş simvollar siyahısındadır və Windows 11 əməliyyat sistemində bu, belə deyək, simvollardan faylın nə adında, nə də genişlənməsində istifadə etmək olmaz. Ona görə biz mümkünləri seçəcəyik deyə 2-ni silməliyik, 4'ü silməliyik və nəyi silməliyik? 5'i silməliyik. 1, 3, 6, 7, 8 cavab C variantı. Print kateqoriyasında göstərilən both side əmri nəyi bildirir? Yoldaşlar, both side əmri vərəqin hər iki tərəfində sənədin səhifələrinin çap olunacağını
göstərir. Görək hansı variantda doğrudur. Vərəqin hər iki yüzünə səhifələr çap edilir. D variantı doğru cavabdır. Printdən həmişə bilirsiniz, hesablama düşmür. Bəzən nəzəri sualda verə bilər. Növbəti sualımız 66-cı sualdır. Nəzərinizə çatdırım ki, bu suallar BA-nın, BB-nin, AS-nin ortaq suallarıdır. 70-ə qədər izahdan sonra isə sırf AS və belə deyək, BA kateqoriyası üzrə bilirsiniz ki, əlavə mövzular var. Onlardan da düşən suallara əlavə izah edəcəm. Növbəti sualımız 66. Excel-də iş vərəqində olan hücrələrin ünvanlandırılması ilə bağlı hansı fikir yanlışdır? A1 ünvanı birinci sətr ilə A sütununun kəsişməsində yerləşən hüceyrəni göstərir. Bəli. Hüceyrə yox, hücrə olmalı idi burada. Üzürlü sayın. Yəqin əməkdaşlarımız yazan zaman mexaniki səhv edib. Hücrə olmalıdır. Yuxarıda gördüyünüz kimi. Mütləq ünvanlama zamanı həm sütun, həm də sətrin qarşısına dollar qoyulur. Bəli, mütləq ünvanlama zamanı sətr və sütunun qarşısına dollar qoyulur ki, siz həmin xananı sürüşdürəndə xananın belə deyək, sürüşməsi baş tutmasın. Nə sütunu, nə də sətri sürüşməsin. Qarışıq ünvanlama zamanı ya sütun, ya da sətr sabitlənə bilir. Bəli, ya sətri sabitləyirlər, sütunu yox, ya da sütunu sabitləyirlər, sətri yox. Excel-də ünvanlar yalnız nisbi şəkildə ola bilər. Xeyr, ən azından yuxarıda da görürsünüz. Nisbi ünvanlama, qarışıq ünvanlama var. Yanlış olan D variantıdır. İndi isə baxırıq 67-ci suala. Microsoft Windows əməliyyat sistemində işləyən kompüterləri hədəf alan, məlumatları şifrələrlə Bitcoin kriptovalyutası şəklində fidyə istəyən proqram hansıdır? Hücum növü hansıdır? Düzgün cavab WannaCry'dir. WannaCry bir ransomware növüdür və Windows əməliyyat sistemində işləyən kompüterləri hədəf alır. PowerPoint proqramında slaydın arxa fonunu tərtibatını dəyişmək üçün təbii ki, dizayn tabına müraciət olunur. Kifayət qədər sadə sualda adından da hiss olunur. Dizayn estetika ilə, tərtibatla məşğul olan bir tabdır. C4 xanasını müəyyən edirik. Average C1, C3. C1, C3 diapazondakı ədədlərin ədədi ortası nəzərdə tutulur. Bunları toplayıb 3-ə böləcəyik. ABC A2, yəni A2 xanasının modulu. -4-ün modulu eləyir müsbət 4. Count A2, B4. A2-dən B4-ə qədər ədədləri sayacağıq. A2-dən B4-ə qədər ədədləri sayanda 1, 2, 3, 4 dənə ədəd var. Yazırıq 4. Power A3-ün üstü B3. A3 üstü B3. A3-ün üstü B3. 5-in üstü 2. 25 edir. Yəni bu 3 ədədin ədədi ortasını necə tapırlar? Toplayıb 3-ə bölürlər. Bunların cəmi 33 eləyir. 3-ə də böləndə 11. Burada D və Y variantları eyni gedib. Fikrimcə belə deyək, bu ciddi bir problem deyil hal-hazırda. Çünki cavab A variantıdır, amma gözümüzdən qaçıb, buna görə üzürlü sayın. 70-ci sual. Aşağıdakılardan hansılar doğrudur? Mətnin şriftini home tabından dəyişmək olur. Doğrudur. Font qrupundan. Insert tabından cədvəl əlavə etmək mümkün deyil. Mümkündür table əmri ilə. Review tabında sənədlərin orfoqrafik və qrammatik səhvləri yoxlanılır. Doğrudur. Spelling and grammar, proofing length qrupu elə reviewdadır. View tabında səhifə kənarlarını margins tənzimləyir. View tabında deyil margin. Layoutdadır. Bu da yanlışdır. Sənədin səhifə nömrələri insert tabından əlavə olunur. Düzdür. Page number. Referens sizdə şəkillərin əlavə olunması var. Xeyr, bu da yanlışdır. 1, 3, 5 doğrudur. Cavab A variantı. İndi isə biz yalnız AC və BA kateqoriyası üzrə düşən suallara baxaq. Bu sual yalnız AC kateqoriyası üzrə düşmüşdür. Deyir, 1 inç məsafədə yerləşən piksel sayıyla ifadə olunan kəmiyyət. Page, daha doğrusu piksel per inch. Yəni 1 inçə düşən piksel sayı. PPI. Aşağıdakı mətnlərdə hansılar Unicode standartı ilə 80 biti yer tutur? Bilirsiniz ki, 80 biti çevirəndə belə çevirə bilərik. Bax, Unicode standartında hər simvol 2 bayt yer tutur.
2 bayt da bilirsiniz ki 16 bit, düzdür? 80-ın içində neçədən 16 bit var? 80-ı bölürəm 16-ya, eləyir 5. Deməli 5 hərfdən ibarət olan bütün simvolları, sözləri seçə bilərəm. Vüqarı, ASCII və R1, R1. 2, 3, 5. Cavab C variantı. Yoldaşlar, bununla da sınavımızın informatika suallarının izahı bitdi. Növbəti videolarda sizin üçün yenə faydalı olmağa çalışacağıq. Zəhmət olmasa kanalımızı izləmədə qalın və mütləq şəkildə bütün paylaşdığımız video alternativlərdən yararlanın. Salamat qalın, hamınıza uğurlar arzulayıram.